Türk Dövlətləri Səhiyyə Cəmiyyətləri arasında memorandum imzalanıb. Bakı şəhərində Fairmont Otelinin konqres məkanında Beynəlxalq Üz Çənə Cərrahları Kollecinin 33-cü konqresi Azərbaycan Ağız və Üz Çənə Cərrahları Cəmiyyətinin 3-cü beynəlxalq konqresi ilə keçirilib. Bu tədbirə çoxsaylı türk dövlətlərinin nümayəndələri və bu ixtisas üzrə milli cəmiyyətlərinin rəhbərləri qatılıb. Bu fürsətdən istifadə edərək bu cəmiyyətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün memorandum imzalanıb. Bu günləri Azərbaycanda, Bakı şəhərində, Fairmont Otelində Beynəlxalq Üz Çənə Cərrahlar Kollecinin 33-cü Dünya Konqresi keçirilir və bu konqres dünyanın qabaqcıl mütəxəssisləri Bakıya cəlb edib və bu fürsətdən istifadə edərək burada eyni zamanda Azərbaycan 3-cü Üz Çənə Cərrahlar Beynəlxalq Konqresi keçirilir. Eyni zamanda iştirakçılar arasında bizim Türk dövlətlərinin nümayəndəsi olduğuna görə ortalığa bir təşəbbüs çıxarıldı ki, Türk dilli dövlətlərinin müxtəlif sahələrdə artıq formalaşdığı bir qurumlar Üz Çənə, Ağız və Üz Çənə Cərrahi sahəsinə də tətbiq olunsun. Buna görə də burada iştirak edən bizim Türk qardaşlarımız, Türkiyədən olan qardaşlarımız, Özbəkistandan olan qardaşlarımız, Qırğızstandan olan qardaşlarımız, eyni zamanda Macarıstan və Qazaxıstan. Bunlarla birlikdə biz memorandum imzalamağa hazırlaşırıq. Bu barədə bizim niyyətimiz olduğuna görə biz burada müzakirə aparırıq. Yaxın vaxtlarda düşünürəm ki, artıq bu formatda da elmi konferanslar keçiriləcəkdir. Bu elmi konferansların əsası nədədir? Ona görə ki, burada iştirak edən Türk dövlətlərinin nümayəndəsi bunların eyni etnik bir mənsubiyyəti olduğuna görə, böyük insan resursları olduğuna görə bu əlaqələr eyni zamanda ilk olaraq bizim dövlət başçıları tərəfindən bu inisiativ, bu təşəbbüs yarandı və bütün sahələr artıq bu işə qoşulur. Üz Çənə Cərrahları da bu barədə sözsüz ki, öz sözünü deməlidir. Türk dövlətləri Ağız və Üz Çənə Cərrahlar Cəmiyyətləri bu təşəbbüsü dəstəkləməklə türk xalqları arasında ağız və üz çənə cərrahiyyəsi sahəsində peşəkar və elmi inteqrasiyanın gücləndirilməsi istiqamətində qətiyyətli addım atacaq. Ortaq bilik və qabaqcıl cərrahi yardımın xalqlarımızın rifahına töhfə verməsini təmin edəcək. Uluslararası arenada edindiğimiz pek çok tecrübede gördük ki ortak kültürü, ortak geçmişi, ortak ananeleri, örfleri olan birlikteliklerin bilimsel anlamda da gayet başarılı toplantılar, sonuçlar ve insanlığa faydalı, yararlı sonuçlar elde edilecek. Bunu gördük ve fark ettik. Yine Türk dünyasını teşkil eden devletlerin önderliğinde, rehberliğinde oral ve maksilofasyal cerrahide bu birlikteliğin var olmasının hem toplumlar arası, ülkeler arası değişimde hem branşımızda mesleki yeterliliğin ve seviyenin belli bir düzeye çıkartılmasında, öğrencilerin değişim programlarında, hastaların tedavi protokollerinin hazırlanmasında, uluslararası kongrelerde bir arada bir güç olarak bulunmak gibi durumlarda, ülkeler arası sağlık stratejilerinin belirlenmesi gibi konularda önemli bir rol oynayacağını düşündük. Özellikle bu sebeplerden yola çıkarak da belli bir teşkilatın oluşturulmasına Türk Devletleri Oral ve Maksilofasyal Cerrahlar Oluşumu Birliği'nin başlangıcına karar verdik. Umarım herkes için hayırlı olur. Сегодня мы здесь собрались ведущих, Bugün biz dünyanın müxtəlif ölkələrində, o cümlədən türk dilli dövlətlərdə fəaliyyət göstərən cəmiyyətlərin rəhbərləri olaraq Türk dilli dövlətlərin vicdanlı cərrahları assosiasiyasını yaratmaq və qurmaq üçün toplaşmışıq. Gələcək məqsədimiz birliklərimizin əsasını, məqsəd və vəzifələrini qurmaqdır. Biz bir çox məsələləri həll etməliyik. Bu təhsil sistemidir və təbii ki, praktiki mərhələlərdir. Bununla da vahid elmi sistemimizin formalaşması
olması nəzərdə tutulur. Düşünürəm ki, biz bir-birimizi dəstəkləyərək ilk növbədə bütöv cərrahiyyəmizi yüksək səviyyədə inkişaf etdirəcəyik. Elə bir səviyyə çatmalıyıq ki, həm nanotexnologiya, həm süni intellekt, həm də rəqəmsal, vicdanlı bütöv cərrahiyyə cəmiyyəti mövcud olsun. Мне очень приятно, что Mənim üçün çox xoşdur ki, Azərbaycanlı və türk həmkarlarımız yeniliklərə imza atır. İndi biz tarixi türk dilli dövlətlər olaraq texnologiya sahəsində birgə hərəkət edəcəyik. Əsrlər boyu həm ərəb dilli, həm fars dilli dünyalarda bu istiqamətdə nailiyyətlər əldə olunub və bu bizim hərəkatımıza əhəmiyyətli töhfə verəcək. Düşünürəm ki, biz faydalı işlər görəcəyik. Əcdadlarımızın şanlı adını ucaldacağıq və onların tarixi yolunu davam etdirəcəyik. Bu memorandum Türk dünyasının mütəxəssisləri, eləcə də digər ölkələrdə fəaliyyət göstərən türk xalqlarının nümayəndələri arasında əlaqələrin qurulması, təcrübələrin öyrədilməsi, gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün möhkəm zəmin yaradacaq.